Və eşqin yolu birdir, bu da Hüseyn. Hüseyn eşqin yoludur, Hüseyn eşqin özüdür. Hüseyn həm yoldur, həm məqsəddir. Hüseyn insanı Allaha bitişdirə bilən, günahkarları bir anın içində təmizləyə bilən Allah dostudur, Allah vəlisidir. Hüseyn egomuzu, mənəmçiliyimizi elə əzə bilir ki, heç nə bizim mənəmçiliyimizin, nəfsimizin öhdəsindən gələn bir Hüseyn gələ bilir. Öz məzlumiyyəti ilə, öz fədakarlığı ilə, o qədər fədakarlığı eləyib ki, adam onun məclisinə gələndə mən anlayışını itirir, biz anlayışı gəlir. Bunu Hüseyn bacarır. Çünki Hüseyn başdan ayağa başqaları üçün idi. Bütün fədakarlığı insanlıq üçün idi. Hüseynin Kərbəlası bir eşq dastanıdır, eşqin cilvəsidir, eşqin təzahürüdür. Ona görə Hüseynin yaratdığı eşq səhnəsini heç kəs yarada bilmir. Hüseyn insanları barışdıra biləcək. İmam Hüseyn əleyhissalam insanları birləşdirə biləcək. İmam Hüseyn əleyhissalam insanlar arasında o həqiqi eşqi bərqərar eləyə biləcək. Başqa bunun öhdəsindən gələ biləcək heç kəs yoxdur, heç nə yoxdur.